Adil Zamanov yazır. Selamünaleyküm bey. Prezidentin dediklerine millet itiraz etmişse ne problem var ki? Ben de ondan danışıram dostum da. Bak ona göre danışıram ki niye itiraz eləmir? Ona göre itiraz eləmir. Baxır görür ki, fikirləşir ki, Vaqif Mustafayevdir. O bəyin uğurlanması kimi, deyək ki, yaraması kimi və yaxud da deyək ki, milli bomba kimi, nakəs kimi və yaxud da hər şey yaxşılığa doğru kimi o erməni tabut gətirirlər. Onunla belə filmlər çəkən bir adam deyir ki, bu Heydər Əliyev nə edirsə düz edir. Bu da fikirləşir, qalır belə, fikirləşir ki, yəqin bu şey belə də olmalıdır. Ona görə də bu fikirləşir ki, yəqin belə olmalıdır, bu Heydər Əliyev düz edir. Buna görə də etiraz yoxdur. Etiraz eləmək istəyən də və yaxud da deyək ki, bir ovucdur, deyək ki, 5-6 adamdır. Onların da üçünü götürüb basıb türməyə, bu saat bu zindanlarda deyək ki, Kürdaxanda olan adamların, inanın mənə, 99%-i heç nədən yatan adamlardır.